Kim ki Ramazan ayında, Şəban ayında Peyğəmbərə salavat çox göndərir, Peyğəmbər onlara şəfaət eləyəcək. Salavat ümumiyyətlə bilirsiniz, salavat şəxsiyyət vəsiqəmizdir bizim. Salavat yəni biz bu ayları sevirik. Ona görə deyirlər, duadan qabaq salavat deyin, çünki Peyğəmbər və Əhl-i Beytini sevməyənin səsini eşitmək istəmir Allah. Bir əvvəl deyirəm ki, mən bu ailəni sevirəm. Təvazökarlıq var da, sən etiraf edirsən ki, mən fəzilətləri sevirəm. Bu sevgini dilə gətir, sonra dua elə ki, səni eşitsinlər. Bu sevgini etiraf edəndən sonra tövsiyəm var, kişi qardaşınız kimi Şəbaniyə münacatı var. Xahiş edirəm sizdən, onun ərəbcəsini bilənlər baxsın, ərəbcəsini oxusun və tərcüməsinə də baxsın. Hamısını oxumağa hövsələniz çatmırsa, bir hissəsini oxuyun. Qalan günlərdə oxuyun, bir dəfə olsa oxuyun. Ərəb hərflərini hələ tanımırsınız, yox tərcüməsinə baxın, amma onu orijinaldan oxuyun, tərcümə.